Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Boyda buxunda uca, Çolpan adlı bir koca, biraz dincəlsin diye, endi sərin dərəyə. İlan onu görünce, kıvrıldı ince ince. Çolpan vurmaq istedi, ürəyində yok dedi. Vaz keçdi acığından, sonra dağarcığından aldı bir parça çörək, əsərək, titrəyərək attı ilana sarı. İlan da ona sarı attı böyük bir kızıl. Çolpanın parıl parıl yandı solgun gözleri, yaşla dolgun gözleri oynadı sevincinden. Taxılların içinden parlayıp ışıl ışıl, sürünüp hışıl hışıl, qayıtdı gitti ilan. Gör neler etti ilan. Artık güneş üfüqdə, sarı solgun boşluqda gülürdü lalə kimi, qızıl piyalə kimi. Sakitdir şəffaf sular, gümüş kimi saf sular. Tutularaq kədərə, dalğınlaşır dağ dərə. Bu axşam çolpan ancaq üfüqlərə dalaraq, gözü könlü sevincək, evə dönür gülərək. Sabah adəti üzrə, şəfəq altın tüllərə bürünüb gülən zaman ayağa qalxdı çolpan. Yenə getdi biçinə, əkinlərin içinə girərək həzin-həzin, sürünür dizin-dizin, yolurdu sümbülləri, qabarlanmış əlləri. Günəş qızınca yenə çolpanın gözlərinə həmin ilan göründü. Yavaş yavaş süründü. İlan çolpana sarı, çolpan da ona sarı. Qorxa qorxa əsərək attı bir parça çörək. İlan kıvrıldı birdən. Çolpana attı hemen bir parça sarı qızıl. Çolpanın parıl parıl yandı gözləri, yandı. Xəyalı işıqlandı. Parlayıb ışıl ışıl, sürünüb hışıl hışıl, qayıtdı getdi ilan. Gör neler etti ilan. Ha belə bir neçə gün sirrini düşündüyün ilan ile çolpanın, çolpan ile ilanın sevdası devam etti. Bunu herkes eşitti. Bir gün çolpanı artıq işten qoyduğu xəstəlik. Xəstəliyi ağırdı. Öz oğlunu çağırdı, dedi: Mehriban oğlum, sözüme bakan oğlum, sabah sen gedəkinə, o ilan gelse yenə, gözlə, toxunma. Çünkü evimize bugünkü şənliyi verən odur. Bizi güldüren odur. Gelse çörək verərsən, güler üz gösterərsən. Sabahı bilsəydiniz, onun oğlu Eldəniz necə gəldi biçinə, say yoxdur sevincinə. Sonra çıxdı dağlara, baxdı gür bulaqlara. Ətrafı seyrə daldı, bir müddət orada qaldı. Yerlər, göylər açıqdı, ilan yuvadan çıxdı. O qızmış, qıvrılırdı, yazıq oğlanı vurdu.
keçdi, axşam oldu. Hər şeyin rəngi soldu. Hər tərəf kölgələndi. Qaranlıq endi, endi. Eldəniz harda qaldı? Hansı diyarda qaldı? Xəstə atası Çolpan ürəyində həyəcan baxdı uzun yollara. Qərib, məhzun yollara. Qaranlıq endi, endi. Atası şübhələndi. Ay doğdu, çiçək, çiçək. Ulduzlar titrəşərək gecəyə can verdilər. Bir həyəcan verdilər. Qoca Çolpan bir neçə kəndli ilə getdi tezcə əkinlərinə sarı. Göyün işılğanları ətrafı parladırdı. Onun qəlbi atırdı. Eldənizdən xəbər yox, izindən bir əsər yox. Gecə qoca Çolpan ruhunda cahan-cahan ayrılıq sitəmləri bir cür açdı səhəri. Yelkəndən həzin-həzin, dərdi ilə eldənizin sinəsi qalxdı endi. Gəzdi bir neçə kəndi, eldənizdən xəbər yox, izindən bir əsər yox. Dağ başında bir çoban, yazıq zavallı Çolpan, görsə ürəyi çatlar. Deyərək çəkdi bir car. Kəndilər dəstə-dəstə dırmandı qaya üstə. Gəldi təlaşlı Çolpan, gözləri yaşlı Çolpan. Başladı fəryadına, sarıldı evladına. İşini bilən ilan çıxmadı yuvasından. Çolpanın qəlbi yandı, bir ocaq kimi yandı. Dedi: İlan ilandır, insanlığa düşmandır. Ağı bir, qarası bir, hamısının yarası bir. Sonra bir sabah erkən bu dəhşətdən göynəyən kəndlilər dəstə-dəstə çıxdılar qaya üstə. Ürəklərində talaş, əllərində yaraq, daş. Qıvrılaraq bu ilan çıxarkən yuvasından tez üstünü aldılar. Başına daş saldılar. Doğradılar, əzdilər. Tək görə bilməzdilər əlbəttə ki bu işi. Bağırdı Çolpan kişi: Qayanı yıxmalıyıq, ağ günə çıxmalıyıq. Çarpışıb həftələrcə qayanı parça-parça doğradılar, tökdülər. Yerli dibli söktülər. Üzə çıxdı xəzinə. Kəndlilərin gözünə yeni bir işıq gəldi. Şadlıq səsi yüksəldi. Sevindilər, güldülər. Xəzinəni böldülər. Çox zaman eldənizin dərdi ilə həzin-həzin yanıb inildədilər. Radyomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1958-ci ildə lentə alınıb.